Azay Hüseynli, onun gözləri gülürdü filminin operatoru. Rəşad Zöhrab. Birinci assistent Nicat Əkrəm. Salam. İkinci assistent Rəşad Zöhrab. Kinoda maraqlı an. Birinci assistent Nicat Əkrəmlə yaşamışam o anı mən. Şifanerdə. Çoxunuz bilməsə də biz ikimiz o şifanerə girmişik. Elə bildik ki, biz otağa girməyəcəyik kamera. Biz rahat-rahat özümüz üçün oturmuşuq, belə yaylanmışıq orada oturmuşuq. Birdən gördüm yavaş-yavaş yaxınlaşır. Gəldi Fidan girdi içəri, kamerada arxasınca. Sıçanlar kimi belə o tərəfə, bu tərəfə, o tərəfə, bu tərəfə ikimiz də şifanerə girmişik, belə kimi qalmışıq. Axırda da o tərəf çəkilmir heç. İki dənə hadisə oldu maraqlı. Birincisi su səhnəsidir, birinci seriya. Bizə mən söz saldı ki, dedi qızın boğulub elə, biraz kişi oldu. Girdim suya. Straxovka. Girdim suya, qurbağa kimi belə qalmışam orada. Bir də gördüm ki, Fidan yıxıldı. Sıxdı məni yerə, orada bir batırdım. İkinci maraqlı hadisə də o idi ki, sadəcə ayaq yolunu istəyirdim. Hoppana getməmək lazımdır ayaq yoluna. Keçi kimi gedəndə ayaq burxular. Hə, elə mən də bilmədim, belə ayağım yanmaya girdi, burxuldu. Mənim 2 dənə obrazım var idi. Birində arxam düşürdü, birində üzüm düşürdü. Birində də namım düşürdü. Nənələrdən biri canlandırırdıq orada. Hə. Anar bütün kadr tutub. Anar gir biraz sütunun arkasına. O bayağı kala olar mı? Fidan sen de get ora. Ora get. Üstü var. Hə. Mən bu 7-ci seriyada qara süfrə arxasında oturmuşdu. Tərlanın qardaşları idim, yaxın bratvası. Özüm baxmışam da, yaxşı. Yo toy üçün kəsilən də baxdım adamın Allah Allah. Əsl toy üçün baxdım. Həqiqətən də. Hansı obrazı oynamaq istəyərdin? İzel Nəriman. Elşən, bir Elşən yaraşmır prosta obraz, amma yenidə oynamaq istəyərdim. Yəqin ki, Fidan oynayardım elə. Mənim bir dənə ağlamağım var, diz üstə çöküb belə, Allah meydin üstündə. Gülməkdən özünü saxlaya bilmədiyi zaman. Mən indi çəkilişdir, dalbadal səhnələr çəkirik, vaxt azdır, seriyanı bitirməliyik. Nəsə dayanıram kamerada, belə quraşdırıram. Setli sakitçilikdir. İndi uşaqlar daxili monoloq verir bir-birinə. Belə falan qırğın səhnə, birdən-birə bir dənə belə otaqdan səs gəlir. Belə ki, bir-birimizə baxırıq ki, kimin qarnıdır. O da ki, normal bir şeydir. Özümü əziyyətlə saxladığım ən belə pik səhnə şeyidir. Tərlan Nərimanın yanına gəlir, başı örtülü. Orada Zalmə şey eləmişdi, belə tullana. Ya. Bu ne gül yiyir? Yaxşıdır deyəm. Bir oraydı, orada özümü sıxıb saxlaya bilmədim. Bir də ki, Anarla səhnə idi, pəncərə səhnəsi var idi. Nərgiz gəlir pəncərəyə. O səhnədə Anarla elə bir ki, belə dayanmışdıq üzbəüz, düppələndiz üzbəüz. Sən Nərgizin dubloru olan. Hə. Kardeş geldi. Çəkdi. Var mı? Bir də orada biraz çətinlik oldu, всё. Mən də yeni obrazlarımın birini canlandırdığım Nübarla belə baxışanda göz-gözə gəldi. Elə bir də başvərniyə eləmək lazımdır. Səs rek gedib orada başvərniyə eləyirəm. Cəmaət belə baxır ki, sən nə edirsən? Ne meseledir? Bir dakika. Nübar Reşat biraz sakin. Siz Etüd deyilir. səssiz eləyin. Sonra biz onun səs yazıb qoyarıq, yaxşı? Bığın görsən Rəşad. Bığın görsən. Bir də Nübarda paltkanı sökməyin yasımız var o temada. Stop. Burada benim başka bir şey Kimin gözləri gülürdü? Mənim. Mən Rəşadın gözləri gülürdü. Yox, bir də yemək yeyəndə gözlərimiz gülürdü. O birisi tək ki, başqa səhnəyə hazırlaşanda mən məcbur oluram ki, ştativdən izriqə taxım kameranı. O da məndən çox vaxt alır, təxmini bir 20 dəqiqə. Sonra mənə dedi ki, get izriqə quraşdır. Mən tez qaçdım, elə belə baxdım bir dənə belə, gördüm hamı oturub yemək yeyir. Elə mən də həmin günün axşamını, axşam saat 3 idi, düşdüm tualetə. Gördüm Xaldenex'in qapısı belə biraz açıqdı. Hətta belə bir teoriya deyə bilərəm ki, Tanrı özü dedi ki, get yemək ye, açsan. Səs gəldi. Qeybdən səs gəldi. Qarnımın səsi gəldi. Girdim eşinə, bir nağd, bir belə 3 dənə belə bu bilmədim day nə idi. 3 dənə idi. Çünki 3 dənə belə bir şey Solğun yedim. bir ayağı qalmışdı səhərə. 3 dənə qəşəng bir şey yedim. Sonra təzədən qalxdım, yatdım. Kinonun operatoru olmaq necə bir hissdir? Çox qəribə hissdir əslində. Çünki kamera ilə belə deyil də, sadəcə götürdün, çəkdin. Hər bir şeyin dərəcəsi var, osu var, busu var və hamısını eyni anda idarə eləmək, işığı idarə eləmək, aktyorları yerini dəyişdirmək, şatır falan çox şey dəyişdirmək çətin idi. Amma baba təcrübə aldım. Bu serialda 8 seriyaya az deyil mənim üçün. Yəni deyə bilərəm ki, çox belə fəxr edirəm.
Maraqlı idi. Çiyin-çiyinə verib hamımız çalışırdıq. Həm aktyor kimi olurdular uşaqlar, həm texniki tərəfdən kömək edirdik bir-birimizə. Yəni çətinlik yaşamadıq deyərdim. Sevirik sizləri. Baxın, bəyənin. Siz nə qədər çox like eləsəz, o qədər də keyfiyyət, o qədər də çox seriallar, filmlər gələcək.